Uhud döyüşü İslam tarixində mühüm dönüş nöqtələrindən biri sayılır. Hicri 3-cü il Şəvval ayının 7-si, miladi 625-ci il Mədinə şəhərinin şimalında Uhud dağının yaxınlığında yerləşir. Peyğəmbər sallallahu başçılıq etdiyi ordunun sayı 700 nəfər idi. Ordunun 50 nəfərlik xüsusi oxçuları Peyğəmbərin əmri ilə dağın ətəyində yerləşdirilmişdi. Əbu Sufyan ibn Hərbin başçılığı altında Məkkə müşrikləri 3000 nəfərdən ibarət olan ordu ilə Mədinə ordusu, yəni Peyğəmbər sallallahu başçılıq etdiyi ordu ilə döyüşdü. Döyüşün bir neçə əsas səbəbləri var. Məkkəli müşriklər Bədir döyüşündəki məğlubiyyətlərini həzm edə bilməmişdilər. Mədinədə İslamın güclənməsi Məkkəliləri narahat edirdi. Müsəlmanların siyasi və hərbi nüfusunun artması Qureyşin ticarət yollarını təhlükəyə atırdı. Müsəlmanlar əla strateji mövqe tutmuşdular. Hz. Peyğəmbər sallallahu dağın ətəyinə 50 oxçu yerləşdirmiş və biz qalib gəlsək də, məğlub olsaq da mövqelərinizi tərk etməyin demişdi. İmam Əli əleyhissalam və Peyğəmbərin əmisi Həmzənin olduğu bu döyüşdə müşriklərin ordusuna ciddi zərbə vurdular. Müsəlmanların qələbə qazandığını zənn edən oxçuların çoxu mövqələrini tərk edib qənimət toplamağa başladı. Bu boşluqdan Xalid ibn Vəlidin rəhbərliyindəki süvari birliyi arxa tərəfdən hücum etdi. Müsəlmanlar üçün ağır itkilər, 70-ə yaxın şəhid oldu. Bunlardan biri də Hz. Peyğəmbər sallallahu əmisi Həmzə idi. Qureyş ordusu hərbi olaraq qələbə qazanmasa da müsəlmanlara ciddi zərbə vurdu. Müsəlmanlar bu döyüşdə Peyğəmbərin əmrinin pozulmasının acı nəticəsini gördülər. Uhud döyüşü ilə bağlı Əl-İmran surəsində bir çox ayə nazil olmuşdu. Xüsusilə 121-179-cu ayələr.